Herkese salam, kanalıma xoş gəlmisiniz. Bugün Temudan sifariş elədiyim maraqlı əşyaları bir yerdə açacağıq. Görək qutularımızda nələr çıxacaq. Siz də belə kargo açılım videolarını sevirsinizsə, zəhmət olmasa kanalıma abunə olun, videoları bəyənin və dostlarınızla paylaşın. Gəlin başlayaq. Mən əslində bu sifarişləri məktəb açılmazdan öncə vermişdim. Hardasa sentyabrın 3-ü idi. Amma çox təəssüflər olsun ki, məktəb açılana qədər çatmadı. Uşaqlara ona görə də hədiyyələrimi verə bilməmişəm hələ də. Bütün müəllimlər kargo açılımı videoları çəkib paylaşmışdılar Instagramda, bir mən qalmışam. Sonra göstərəcəm. Məktəbə aid olanları birinci göstərirəm. Deməli, bu nədir? Bu uşaqlara hədiyyələrini qoymaq üçün bu şəkildə balaca qutulardır, kloklardır. Belə şəkildə çox qəşəngdir, bunu bəyəndim. Baxın, bağlamaq üçün parçaları da var. Sonra mən bunu başqa cür gözləyirdim. Bu nədir belə? Bu niyə belədir? Şəkildə tamamilə fərqli görünürdü. Ona görə bir həvəslə almışdım. Hiç gözlədiyim kimi gəlmədi. Şəkildə daha qəşəng görünürdü. Elə. İş masamın üstünə qoyacağım. Olsun, yenə də pis deyil. Daha doğrusu ölçüsünü biraz daha iri gözləyirdim. Belə. Olsun. Daha sonra belə ulduzlardır. Müəllimlərin olmazsa olmazları tabii ki. Çoxludur. Üstündə qiymətlərini qeyd edəcəm. Bunun bir səhifəsini məsələn mağazalardan alırıq 20 qəpiyə. Amma Temudan vuranda çox ucuz gəlir. Çoxlu ulduzlardır içində. Daha sonra belə bir qələm qabı. Belə bir qələm qabıdır çəhrayı rəngdə. Bunu bəyəndim. Qəşəng. Bunlarla sinfimi bəzəyib videoda paylaşacağım. Ola bilər ki, reels, yəni short formasında olsun. Sonra, bu stikerlərdir verdim ki, divar üçün stikerlər sifariş etmişim. Skoçlanıb burası. Bu şekilde böyle divan stikerləridir. Yine bu şəkildədir. Amma mənfi bir tərəfi var deyəsən. Bunun arxası yapışqanlı deyilmiş. Mən elə bilirdim ki, bunların arxası yapışqanlı olur. Açıb yapışdırırsam. Amma baxıram ki, yapışqanlı çıxmır. Yapışqan kimi çıxmır yəni. Bunu mən yapışdırmalıyım məcbur nəyinəsə. Elə təəssüf. Gözlədiyim kimi gəlmədi. Bu da eyni şəkildə bir stikerdir divar üçün. Yəqin ki, bunun da arxası yapışqanlı deyil. Belə qırma cədvəlidir. Bu şəkildə kəsib yapışdıracağım.
arxası deyəsən yapışqanlıdır. Digərindən fərqli olaraq. Aha, bunun arxası yapışqanlıdır. Bəlkə də o birisinin də arxası yapışqanlıdır görə. Tam başa düşmədim. Baxaq bir yerdə. Bunun da arxası yapışqanlıdır. Üstündən çıxarırsan sadəcə. Buradan belə çıxardılır. İndi başa düşdüm. Baxın, buradan yeri var. Buradan çıxardıb divara yapışdırır. Əladır. Bəyəndim. Önyarğılı davranmışam. Bu nədir? Bu da uşaqların dəftərinə falan yapışdırmaq üçün belə bu şəkildə stikerlərdir. Baxın, belə. Uşaqlar çox xoşlayırlar belə şeyləri, həvəslənirlər. Rulon şəklindədir, belə içində çoxdur. Bunları görməsin, sonra əlindən almaq qeyri-mümkün olacaq təbii ki. Sonra bunda gözləyirdim səbirsizliklə. Bunu qapının üçün almışam. Qapının üçün nasılacaq. Çox qəşəngdir. Ortasına sinifimizin adını da yaza bilərəm belə. Bundan da belə sırıq. Bu şəkildə. Sonra bu nədir? Bu peçat. Bu peçatdır. Peki. Bu belə ulduz formasında peçatdır. Bir belə qırıb baxın. Baxın belə. Belə. Çox qəşəngdir. Bəyəndim bunu. Bu peçatdan 2 dənə sifariş eləmişdim. Biri ulduz formasındadır, biri nə formasındadır, yadımdan çıxıb. Baxaq. Bu da əla formasıdır. Belə bu şəkildə. Əla formasında. Belə. Bunu da bəyəndim. Sonra bu üstə başlandı. Üstələri belə karandaşlardır. Belə bu şəkildə. Olduğum bir mevzu var. Bunun içində cəmi 1, 2, 3, 4 ədəd imiş. Amma yazının üstündə, yəni məhsulun üzərində 20 ədəd yazılmışdı bunlardan. Ona görə mən də həvəslə almışdım ki, 20 ədəddir. Uşaqlara hədiyyə kimi verəcəm. Çox təəssüflər olsun. Belə. Elə yaxşı ki, gəlib satmayıb. Onda daha çox məyus olardım. Belə. Onlara başqa hədiyyələr alaram. Yeni qismət. Bir də belə markerdir, 10 dənə aldım. Belə. Bu şəkildə. Və sonuncu Nur üçün sipariş elədiyim çanta. Bu şəkildə üzərinə adını da yazdırmışam. Çox qəşəngdir. Bunu çox bəyəndim. Bu aralar Nurxanım çantadan boldu. Bir çantanı da valideynim hədiyyə edib. Neçə gündə onu çıxarmır. Bunu da yəqin ki, bəyənəcək. Belə cibləri falan çoxdur. Çox qəşəngdir, bəyəndim. Bir də bunu göstərməmişəm. Bunu da qapı üçün sifariş eləmişəm. Qapının üzərinə yapışdıracağım. Bu şəkildə belə.
fərqli formalardadır. Ulduzlu, ürəkdir. Belə zərli kartlardır. Əslində özüm də kəsə bilərdim bunları, amma vaxtım yox idi. Bu şəkildə çox təəssüflər olsun ki, uşaqlarım hədiyyəsiz qaldı. Cəmi 4 ədəd bundan gəlib. Eydir. Belə. Bu videoların davamlı olmasını istəyirsinizsə, dediyim kimi zəhmət olmasa, videolarımı bəyənin, kanalıma abunə olun, dostlarınızla tez-tez paylaşın. Bugünlük bu qədər, digər videolarda görüşərik. Sağ olun, salamat qalın.